nəfər deyirdi, sübh cəmaat namazından qayıdarkən bir çox cəmaatı böyük bir inəyi güc ilə maşına mindirməkdə gördü. Amma inək hazır deyildi maşına minə. Mən irəli gedib, əlimi inəyin alnına çəkməklə inək dirənişdən əl çəkib maşına mindi. Çox qürurlanıb öz-özümə dedim, bax, bu sübh namazının bərəkətindəndir. Evə çatanda anamı ağlar gördüm. Səbəbini soruşdum. Dedi, inəyimizi oğurladılar. İnək məni tanımışdı. Mən inəyi yox.